Son zamanlar əqrəbin dərdi götürüb bəzilərini. Problem əqrəbdədir? Yox, sevinərsən. Problem elə sənin özündədir. Əqrəb deyə öləsən. Nədir, əqrəb sənə elə bir od qoyub ki, çıxa bilmirsən altından. Sonra da deyirsiniz ki, əqrəblər sancandı, əqrəblər belədir, qəddardır falan filan. Nə deyirsinizsə, əqrəblər elədir. Bəli. Siz niyə? Çünki əqrəb layiq olmadığı insana o tərəflərini göstərir. Layiq olana ən gözəl üzünü göstərir. Bax, onda deyirlər ki, əqrəb möhtəşəm insanlardır. Kim nəyə layiqdir, o tərəfdən danışır. Siz bir də bunu düşünün. Elədir. Əqrəbin qədrini bilməyənlər, indi sıçan kimi, mış kimi profilində eşələnir. Hələ onun profili bağlıdırsa, vay o günə. Bu da bir əqrəb potensialı. Paylaşın əqrəblər, qədrinizi bilməyənlər heç də bilməsin. Çox da vecimizə daxı.